Köynələr. Hava yaman küləkdir ya, sizə deyim ha. Bu arkada görürsünüz, bu kafe Terimok. Biz harda yerləşir? Düz Ədliyyə Nazirliyinin arxasında. 2000-lərin əvvəlində bura tez-tez gəlirdik. Yəni qiymətləri yaxşı idi, həm də ki prospektü də məhəlləyə yaxındır. Uzağa getmək lazımdır. Bu yer o vaxtı sobstvenli yeri idi. Ona görə bunun bəzi məhsullarına qiymətləri çox demokratik idi. Sonra amma biraz neysə narahatçılıq oldu, nasazlıq oldu, belə deyək də, yəni də gəlmədik day bura. İndi bax keçirdim. Deyirəm bir girim baxım görüm vəziyyət necədir burada, hə? Artıq içəridəyik. Bir dənə sizə hadisə danışım, bax bu restoranda baş verib. Bir dəfə gəldik, oturduq burada uşaqlarla. Yeyirik, içirik. Uşaqlar da sifariş verdi kotleti Pakiyevski. Sizə də deyim, buranın kotleti Pakiyevski ümumiyyətlə mətbəxi, yəni həmişə özünə görə yaxşı olur. Kotlet Pakiyevski gəldi, kesirik, içindən yağ çıxmır. Adı bu nedir belə? Çağırdıq buranın yesini. Deyir, ya da bunun içindən yağ çıxmır. Buranın yesi çox əsəbləşdi. Getdi, ikinci parça gəldi kotlet Pakiyevski. Adı onun da içindən yağ çıxmadı. İndi buranın yesi özü prinsipə girib də. Yəni buranın poverları ilə, aşpazları ilə padriyat 3 dəfə, 4 dəfə kotlet Pakiyevski gəldi. Axırı ki içindən lezzetli belə yağ çıxdı. O ilə də məsələ çözüldü. Hələ indi də bir dənə kotlet Pakiyevski sifariş eləmişəm. Görək onun içindən yağ çıxacaq yoxsa yox. Hə, indi baxaq görək bunun içindən yağ çıxacaq yoxsa yox. Ana çıxdı. Baxın bu gözəlliyə. Baxın bax. Bax bu gözəlliyə. Bax bu gözəlliyi gördünüz, hə? Bax hələ buna görə mən hərdən bax durub gəlirəm bu yerə.